Salam əziz müdavimlər, sizin çoxdandır gözlədiyiniz informatikaya aid bəzi test nümunələrini gəlin birlikdə işləyək. Deməli, biz ilk öncə kompüterin texniki xüsusiyyətləri hardware-dən danışacağıq. Deməli, hardware-də belə bir sual çıxır qabağımızda. Daxili yaddaş qurğuları, xarici yaddaş qurğuları, giriş-çıxış qurğuları və bu boşluğa biz yazmalıyıq. Nə kompüterin əsas qurğuları hesab olunur? Kompüterin əsas qurğuları onun prosesoru, daxili yaddaş, xarici yaddaş, giriş və çıxış qurğularıdır. İkinci sualımıza baxırıq. John von Neumann arxitekturasına görə kompüter hansı hissələrdən ibarətdir? Kompüter iki hissədən ibarətdir. Mərkəzi hissə və periferiya hissəsi. Prosesor kompüterin beynidir. Əməli yaddaş və ya daimi yaddaş yaddaşın növləridir. Giriş-çıxış qurğuları bunlar da periferiya hissəsidir. Daxili xarici bu da əsas mərkəzi hissəsidir. Yəni prosesor mərkəzi hissədir. Daxili yaddaş daimi yaddaş mərkəzi hissədir. Əməli yaddaş mərkəzi hissədir. Məsələn, burada var giriş qurğuları, çıxış qurğuları da periferiya hissələridir. Aşağıdakılardan biri kompüterin mərkəzi hissəsinə aid deyil. Baxın. CPU, yəni prosesordur, RAM-dır, ROM-dur, flash yaddaşdır. Bunlar kompüterin hesab məntiq qurğusu elə prosesor deməkdir, CPU deməkdir. ROM dediyim, RAM da bayaq az öncə bildirdik. Monitor əsas hissəyə daxil deyil, yəni mərkəz beyin hissəyə daxil deyil, amma o da vacib elementlərdən biri hesab olunur. İdarəetmə qurğusu və ya hesab məntiq qurğusu prosesorun. Baxın, prosesor kompüterin beynidir. Kompüterin beyni idarəetmə qurğusu və hesab məntiq qurğusuna, yəni əməliyyatları, əmrləri yerinə verən və onları yerinə yetirən hissədən ibarətdir. Sonra həm RAM, həm ROM nəyin tərkibinə daxildir? Prosesorun tərkibinə daxildir. RAM və ROM haqqında bunu deyə bilərik ki, RAM daimi yaddaşdır, ROM müvəqqəti yaddaşdır. Biz hər hansı bir əməliyyatı yerinə yetirib, tutaq ki, ofis proqramında nəsə bir şey yazırıq. Ctrl-S-i vurduqda bizim göndərdiyimiz əmr nəticəsində məlumat müvəqqəti yaddaşdan, yəni RAM-dan köçür ROM-a. ROM elektrik enerjisindən asılı deyil. Yəni biz işığı söndürsək də, kompüter söndürsək də ROM-dan məlumat silinmir. RAM-dan isə məlumat silinir. Bu səhifədə başqa sualımız qalmadı. Digər səhifəyə keçək. İlk dəfə kütləvi formada istehsal olunan kompüterlər, olubdur, əziz müdavimlər. D variantına baxın. IBM PC. IBM PC. Cavab D var. Mən indi kimi görməmişəm bu sual düşsün imtahana, amma yenə də bilməkdə heç bir ziyan yoxdur. Texniki qurğular və proqramlar birlikdə kompüterin işini təmin edir. Kompüterin texniki təminatına yerinə qoyacağıq, nə deyilir? Proqram təminatına nə deyilir? Baxın, kompüterin texniki təminatı hardware-dir. Yəni, sərt mənasından gəlir, yəni texniki, qaba hissələri, ümumi qurğular. Software isə onun proqram təminatıdır. Demək, cavab olacaq A variantında. Daha sonra 7-ci suala baxaq. Bu qurğunun funksiyası kompüterin əsas hissələrini öz daxilində saxlamaqla onları kənar təsirlər çox sadədir. Bax, biz kompüterin elektriyini, burada personal, yəni şəxsi istifadə olunan stolüstü kompüterdən söhbət gedir. Hardan çıxır onun kabeli, elektrik yuvasına taxırıq biz onu? Əlbəttə ki, hardan? Sistem blok, bütün ana platadır, bütün soyuducu hissədir, qidalanma blokudur, portlar da hamısı sistem blokun içində olur və sistem blok onları kənar təsirlərdən qoruyur. Sistem blokun ikinci adı da case'dir. Bax, buradadır, gözünüz veriblər, case. Deyir ki, aşağıdakılardan biri sistem blokun içində deyil. Yəni, onun işi deyil, sistem blokuna aid deyil. Qurğuları daxilində saxlayır. Ana plata daxilindədir.
Görürsüz, cavabları biz çıxa-çıxa gedəcəyik. Disk oxuyucusunu, yəni biz indi istifadə olunmur, amma keçmişdə disk taxıb istifadə edirik. Daha çox istifadə olunur, daha doğrusu indi biraz az istifadə olunur. Bəzi vacib qurğuları üzərində saxlayır, bunu saxlayırıq sona. Üzərindəki düymələrlə kompüter işə salınır. Bəli, start-stop düyməsi bu кейsin üzərində olur, biz onunla kompüteri yandırırıq. Bəzi vacib qurğuları yox. Əgər biz solüstü kompüterdən, yəni belə deyim də sizə, notebookdan yox, personal kompüterdən danışırıqsa, bütün vacib qurğuları keys öz üzərində saxlayır. Bu qurğu kompüterin əsas qurğularını öz üzərində saxlayır. Onlar arasında informasiya mübadiləsini yerinə yetirir. Ana platadır. Baxın, əsas qurğuların öz içində saxlayır demir ha. İçində desəydi bu olardı keys, yəni nə? Sistem blok. Amma bizə nə dedi? Bizə dedi ki, üzərində saxlayır. Ana plata əsas qurğuları öz üzərində saxlayır. 12-ci suala baxaq. 13-cü sualımızda deyir: mouse kompüterə hansı port və ya portallarla? Ümumiyyətlə mouse kompüterə ya USB portundan qoşulur, USB portu ilə, ya da PS2 portu ilə. Yaxşı, burada VGA portu görürsünüz. Bu ekran kartıdır. Yəni oradan biz qoşa bilmədik. Chipsetin əsas vəzifəsi nədir? Chipseti yadımıza salaq görə chipset nə idi? Chipset nə idi? Yadımıza salaq. Chipset qurğuları üzərində saxlamır. O ana platadır. Qurğular arasında əlaqəni saxlamır. O da ana platadır. Xarici qurğunun driverlərini üzr istəyirəm. Xarici qurğuların driverlərini özündə saxlamır, verilənləri yadda saxlamır. Verilənləri chipset emal edir. 14-cü sualımıza baxırıq. Bunlardan biri ana platanın üzərində deyil. 14-cü sualımıza baxırıq. Burada olacaq. Bax, RAM üzərindədir ana platanın. Prosesor üzərindədir, RAM da elə prosesorun üzərindədir. Videokart üzərindədir, ROM elə prosesorun üzərindədir. Amma qidalanma bloku, yəni kompüter toka taxılan hissəsi var, o kabel hissəsinin ucu, hansı ki prosesorun içindədir. O, ana platanın üzərində yerləşmir. Xarici qurğuların işini idarə edən sistem və ya mikrosxem və ya həmin hissə nə adlanır? 15-ci suala baxaq. Adlanır nə? Kontroller. Xarici qurğuları, yəni xarici qurğular kompüterə qoşulan qurğulardır. Prosesor deyil, kompüterin beyni deyil, ana plata deyil, kənardan qoşulan, portlarla qoşulandır. Onların işini idarə edir kontroller. Aşağıdakı portlardan biri ardıcıl deyil. Bizim iki cür portumuz var. Paralel portlarımız var. Bir də ardıcıl portlarımız var. Bizim burada LPT portumuz ardıcıl deyil, paraleldir. Amma baxın, buradakı PS2-dir, USB-dir. Bu ümumiyyətlə port deyil, COM deyə port yoxdur. PS2-dir, USB-dir. Bunlar hamısı nədir? Ardıcıl portlardır. LPT portu isə paralel portdur. Bugünlük bu qədər. Daha çox video istəyirsinizsə, videonu like eləyə bilərsiniz və istədiyiniz mövzunun izahı üçün kanala abunə olub, istədiyiniz mövzunu rəylərdə bildirə bilərsiniz.